Değerli kardeşler, muhterem Müslümanlar, inşallah bugünkü hutbemizin mevzusu ibadetlerin en üstünü olan Allah'ı zikretmek hakkında olacaktır inşallah. Kardeşler, her şeyden önce onu diyelim ki göklerde ve yerde ne varsa bütün mahlukat Allah'ı tesbih edir, Allah'a hamd edir. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki Sebbaha lillahi ma fis semavati ve ma fil ard. Göklerde ve yerde olanların hamısı Allah'ı tesbih edirler. Veyahut da başka ayet-i kerimede Allah Azze ve Celle buyurur ki ve in min şeyin illa yusabbihu bihamdih. Öyle bir şey yoktur ki o Rabbini hamd etmemiş olsun, tesbih etmemiş olsun. وَلَكِنْ لَا تَفْقَحُونَ تَسْبِحَهُمْ. Lakin siz onların tesbihlerini, onların hamd etmelerini anlamırsınız diyor Allah Azze ve Celle. Değerli kardeşler, göklerde ve yerde, kainatta var olan her bir şey Allah'a tesbih edir, Allah'a hamd edir. Başka ayet-i kerimede Allah Azze ve Celle buyurur ki, hatta insanların kölgeleri bile tesbih edir. Bu da Allah buyurur ki, وَلِلَّهِ يَسْجُدُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَالُهُمْ بِالْغُدُوِّ وَالْآصَالِ. Bu da Allah buyurur ki, göklerde ve yerde olanların ve onların kölgeleri de ister istemez seher akşam Allah'a secde edirler. Subhanallah. Yani bugün Allah'a iman getirmeyen insan bile olsa, birinci o insanın dili Allah'a tesbih etmese de onun bedeni, onun organları Allah'a tesbih edir, Allah'a secde edir. Ve Allah Azze ve Celle değerli kardeşler, bizim tesbih etmemize, bizim onu hamd etmemize ihtiyacı yoktur. Lakin bizim buna ihtiyacımız vardır. Allah'a hamd etmeliyiz ki biz Allah'a tesbih edebiliriz. Bu büyük bir nimettir, büyük bir şereftir değerli kardeşler. Onun içindir ki bu ibadetlerin en üstünüdür. Bakın dedik ki ibadetlerin en üstünüdür. Neye göre? Çünkü namazdı, hacdı, cihattı, bütün ibadetlerde hedef olan şey nedir? Allah Azze ve Celle'nin tesbih ve hamd etmektir. Allah Kur'an-ı Kerim'de buyurur ki وَاَقِمِ الصَّلَاةَ لِذِكْرِي. Beni zikretmek için, beni anmak için namaz kıl diyor Allah Azze ve Celle. Lakin zikirle namaz arasında fark vardır. Nedir o fark? Namazda bilirik ki özel vaktlar vardır ki o vaktlarda namaz kılınır. Ve hususi sözlerden ve hareketlerden ibarettir. Tekbirle başlanılır, salam ile bitir. Lakin alimlerin icması ile her biri demiştir ki tesbihte hiçbir şart yoktur. Hatta dəstəmazsız olsan belə, cunub olsan belə, hatta kadınlar özel hallarında belə Allah'ı tesbih ve hamd edə bilərlər. Hiçbir şart yoktur. Bu Allah'a rahmetindendir ve bizim için asanlaştırılmıştır. Bakın değerli kardeşler, Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki İnne fî halqi semâvâti vel ard ve ihtilâfil leyli vel nehâr le âyâtin li ulil albâb. Hakikaten göğlerin ve yerin yaratılmasında, gecenin gündüz ile əvəz edilmesinde ağıl sahipleri için işaretler vardır, ayetler vardır. Hansı ağıl sahipleri? O ağıl sahipleri ki Allah buyurur اَلَّذ۪ينَ يَذْكُرُونَ اللّٰهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ. O kimseler ki onlar ayak üstü olanda da, onlar oturanda da, uzananda da Allah'ı zikrederler. Subhanallah. وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَوَاتِ وَالْأَرْضِ. Ve göğlerin ve yerin yaratılması hakkında düşünüp diyorlar ki Rabbena ma halakta hâzâ bâtila. Diyorlar şey Rabbimiz sen bütün bunları ebes yere, boş yere yaratmadın. Subhaneke fakîne azâben nâr. Sen müqəddəssən, bizi cehennem azabından koru diye dua ederler. Kardeşler, Resulullah sallallahu aleyhi ve sellemin yan zamanında bir grup kasıp sahabeler gelip dediler ki Allah'ın peygamberi ذهب أهل الدثور بالأجور يصلون كما نصلي ويصومون كما نصوم ويتصدقون بفضول أموالهم. Dediler ki Allah'ın peygamberi zengin, aramızda zengin olanlar, malı mülkü çok olanlar sevap bakımından bizi ötüp geçtiler. Bizim kimi namaz kılırlar, bizim kimi oruç tuturlar. Lakin bizde olmayan
ki, onlarda vardır, malları, mülkləri vardır ki, onları Allah yolunda xərcləyirlər və bizi geridə qoyurlar. Baxın, səhabələrin dərdləri baxıldıq deyil. Yəni, buradakı hədəfləri yaxşı işlərdə yarışmaqdır. Və Rasulullah sallallahu aleyhi ve sellem buyurdu ki, sizə elə bir şey öyrədim ki, siz onu etdiyiniz zaman sizi ötüb həsənlərə gedib çıxmasınız və sizdən əvvəlkilər də sizə yetişə bilməsin. Dedilər ki, bəli, Allah Peyğəmbəri və Rasulullah sallallahu aleyhi ve sellem o səhabələrə hər namazdan sonra 33 dəfə Subhanallah, Elhamdülillah, Allahu Ekber zikirlərini öyrətdi və sevinə-sevinə gedib bu təsbihləri etməyə başladılar. Və bunu görən zəngin sahabələrdən Əbu Bakr, Abdurrahman bin Avf kimi zəngin sahabələr bunu eşidəndə onlar da eyni zikirləri etməyə başladılar. Bunu görən kasıb sahabələr dedilər ki, Allah Peyğəmbəri bizə öyrətmiş olduğun o zikirləri həmin o zəngin sahabələr də eynisini edirlər və bizi yenə ötüb keçdilər. O Rasulullah s.a.v. buyurdu ki, bu Allahın lütfüdür ki, dilədiyi kimsəyə verər. Baxın, sahabələr yaxşı işləri paxıllıq eləmirlər. Bir sahab bir şey öğrendi mi, dərhal diğer kardeşine öğretirdi ki, onlar da onu etsinler. Buradan da görürüz ki, değerli kardeşler, zikr etmək həqiqətən də əzəmətli və şərəfli bir nimətdir və hər kəsə nəsib olmayan bir şeydir, değerli kardeşler. Baxın, Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki, Ya eyyuhəllezine amenu, ey iman gətirənlər, uzqurullaha zikran kəthira, Allah'ı çox zikr edin deyir Allah. Allah Azze ve Celle iman gətirən qullarına əmr edib buyurur ki, Allah'ı çox zikr edin. وَسَبِّحُوهُ بُكْرَةً وَأَسِيلًا Səhər və axşam Allah'ı təsbih gətirin deyir Allah Azze ve Celle. Başqa ayet-i kərimədə isə değerli kardeşler, Allah Subhanahu ve Teala iman gətirənlərin 10 dənə gözəl xüsusiyyətlərini zikr edərkən bizə xəbər verir. Buyurur ki, İnnel muslimine vel muslimat. Hakikaten Müslüman kişiler ve Müslüman kadınlar. Vel mu'minine vel mu'minat. Mümin kişiler ve mümin kadınlar. Vel qanitine vel qanitat. İtaatkar kişiler ve itaatkar kadınlar. Vel sadigine vel sadikat. Doğru sözlü olan kişiler ve doğru sözlü olan kadınlar. Vel sabirine vel sabirat. Sabreden kişiler ve sabreden kadınlar. وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ Allah'tan korkan kişiler ve Allah'tan korkan kadınlar. وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ Sadaka veren kişiler ve sadaka veren kadınlar. وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ Oruç tutan kişiler ve oruç tutan kadınlar. وَالْحَافِزِينَ فُرُوجَهُمْ وَالْحَافِزَاتِ Ev yerlerini, namuslarını, iffetlerini koruyan kişiler ve kadınlar. Bakın buna kadar Allah Azze ve Celle demedi ki, çok oruç tutanlar, çok sadaka verenler. Bundan sonra zikre geldikten sonra Allah buyurur ki, وَالذَّاكِرِينَ اللّٰهَ كَثِيرًا وَالذَّاكِرَاتِ Allah'ı çok zikreden kişiler ve Allah'ı çok zikreden kadınlar. اَعَدَّ اللّٰهُ لَهُمْ مَغْفِرَةً وَاَجْرًا عَظِيمًا Allah Azze ve Celle onlar için mağfiret, bağışlanma ve əzəmətli mükafat hazırlamıştır diyor Allah Azze ve Celle. Bakın değerli kardeşler, buradan da görürüz ki zikr etmek ne kadar əzəmətli bir ibadettir, ne kadar şereflidir. Ebu Talha adında bir sahabe vardır, Allah ondan razı olsun. O sahabe Uhud savaşında Resulullah sallallahu aleyhi ve sellemin yanındaydı. Ve o savaşta parmağı kesilir bir yere düşür. Ve o ağrını hissettiği zaman his deyir. Yani ağrı bildiren bir sözdür bu. Bunu gören Resulullah aleyhissalatü vesselam dedi ki, ey Ebu Talha, vallahi eğer sen his değil, Bismillah deseydin hemen an, لَرَفَعَتْكَ الْمَلَائِكَةُ وَالنَّاسُ يَنْظُرُونَ Melekler seni kaldıracağıydı ve bütün insanlar seni görecektiler. Yani o anda böyle, en şiddetli anda böyle Allah'ı tesbih etmeyi bize öğretir Resulullah sallallahu aleyhi ve sellem. Değerli kardeşler, tabii ki Allah'a zikretmek, bunun dünyada ve ahirette büyük semerleri vardır. Büyük mükafatları vardır. Kim Allah'ı zikrederse, Allah'a tesbih getirerse, bilsin ki Allah Azze ve Celle onu bu dünyada ve ahirette teş koymaz. Ona yardım eder. Bakın Allah Kur'an-ı Kerim'de buyurur ki فَذْكُرُونِي اَذْكُرْكُمْ وَاشْكُرُونِي وَلَا تَكْفُرُونَ Məni zikredin, mən də sizi anım. Məni anım ki, mən də sizi anım. Mənə şükredin, nankörlük etməyin deyir Allah Azze ve Celle. Bakın buradan da görürüz ki
Uca Allah buyurur ki, mənim anım deyir ki, mən də sizə anım. Bu haqda təbii ki, tarixdə bir çox hadisələr baş vermişdir. Bunlardan biri Yunus Aleyhisselam. Baxın, Quran-ı Kərimdə Uca Allah buyurur ki, Yunus Peyğəmbər haqqında فَنَادَى فِي الظُّلُمَاتِ أَنْ لَا إِلَٰهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ. Yunus Peyğəmbər zülmətlərdə, qaranlıqlarda nida edib dedi ki, ey Rabbim, səndən başqa heç bir ilah yoxdur, sən müqəddəssən və mən özümə zülm edənlərdən oldum dedi. Baxın, burada demir zülmət, deyir ki, zülmətlərdə, qaranlıqlarda. Nəyə görə? Çünki Yunus Aleyhisselam 3 dənə zülmətin içindəydi. Birincisi, balığın qarnındaydı, balığın qarnındakı zülmət, qaranlıq. İkincisi, o balıq dənizin dibindəydi, dənizin dibindəki qaranlıqdır. Üçüncüsü isə Yunus Peyğəmbər atıldığı zaman gecə atılmışdı və gecənin qaranlığı. Bu üç zülmətin içində, zülmətlərin içində Yunus Peyğəmbər Allaha dua etdi, Allaha zikr etdi və Allah Azze ve Celle onu qurtardı. Bakın ayet-i kerimədə Allah Azze ve Celle Yunus Peyğəmbərin qurtulma səbəbini bizə izah edir. Buyurur ki, Allah Azze ve Celle فَلَوْلَا أَنَّهُ كَانَ مِنَ الْمُسَبِّحِينَ. Əgər Yunus Peyğəmbər təsbih edənlərdən olmasa idi, لَلَبِسَ فِي بَطْنِهِ إِلَى يَوْمِ يُبْعَثُونَ. O diriləcəyi günə qədər balığın qarnında qalacaqdı. Subhanallah. Bu ayətdən də açıq şəkildə başa düşürük ki, Yunus Peyğəmbərin oradan qurtulma səbəbi onun Allahı çox təsbih və həmd etməsinə görədir. O dar anında Allah Azze ve Celle onu qurtardı. Və hətta İbn Kəsir bu ayətin təfsirində deyir ki, elə ki Yunus Peyğəmbər balığın qarnında Allaha təsbih etdi, ərşdə olan mələklər dedilər ki, ey Rabbimiz, biz çox zəif bir səs eşidirik. Lakin onun olduğu yer qəribə bir yerdir. Və Uca Allah buyurur ki, o Yunus Peyğəmbərdir və həmin mələklər də Allahdan onu bağışlamasını istəyirlər və Allah Azze ve Celle onu qurtarır, bu şəkildə qurtulur. Və həmçinin eyni hadisəyə bənzər bir şey olmuşdur ki, o da Fironun başına gəlmişdir. Baxın, Firon bilir ki, Ənə Rabbukumul A'la deyirdi. Mən sizin ən böyük Rəbbinizəm deyirdi, ən böyük tağut idi, Allaha düşmənçilik edirdi. Lakin o dənizdə boğulduğu an tövbə etdi və özünün də müsəlmanlardan olduğunu bildirdi. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Həttə idə ədrəkəhul qaraq. Elə ki, Firon boğulduğu zaman dedi ki, Qālə əməntu ənəhu la iləhə illəlləzi əmənə bihi banu İsrail. Dedi ki, mən də İsrail övladlarının iman gətirdiyi kimi Allah'tan başqa ilah olmadığını iman gətirdim dedi. Və ənə minəl muslimin və mən müsəlmanlardanam dedi Firon. Lakin o Allah'ı təsbih etmədiyi üçün, Allah'a düşmənçilik etdiyi üçün Allah Azze ve Celle onu qurtarmadı. Və o Quran-ı Kərimdə Allah buyurur ki, Əl-ənə, indi mi? وَقَدْ عَصَيْتَ قَبُلْ. Halbuki daha öncə sən üstən etmişdin. Buradan da görür ki, değerli kardeşler, Allah'ı çok təsbih etmək, Allah'a çok həmd etmək, dünya ve ahirette onun mükafatları vardır ve Allah Azze ve Celle onları qurtarar. Tabii ki, bakın sahabelerden, Allah onlardan razı olsun hamısından, sahabelerden Ubey bin Ka'b. Bu sahabe, Kur'an-ı Kerim'i en güzel okuyan sahabelerden biriydi. Bir gün Resulullah sallallahu aleyhi ve sellem gelir deyir ki, ey Ubey, Allah mənə əmr etdi ki, gəlim sənə Beyyinə surəsini sənə oxuyun. Ubey bin Ka'b çox təəccüb edir. Deyir ki, ey Allah'ın Peyğəmbəri, Allah Azze ve Celle mənim adımı zikr etdi sənə. Deyir, bəli, Allah Azze ve Celle əmr etdi ki, sənə bu surəni oxuyun. Və Ubey bin Ka'b gözləri dolur, ağlayır ki, Subhanallah, mən kiməm ki, Allah Azze ve Celle mənim adımı zikr edir. Subhanallah. Onun üçün də değerli qardaşlar, həqiqətən zikr etmək ən əzəmətli ibadətdir. Dedi ki, bütün ibadətlərin hədəfi Allah'a zikr etməkdir. Və həmçinin, baxın, Musa Peyğəmbər Allah'a dua edir bir anda və Allah'tan bir anda 6-7 dənə şey istəyir. Baxın, Allah Quran-ı Kərimdə buyurur ki, Qālə Rabbi şrahli sadri və yəssirli əmri. Musa Peyğəmbər dedi ki, ey Rabbim, mənim köksümü az genişləndir və işimi asanlaşdır. Vahdul uqdətən min lisani yafqahu qawli. Dilimdəki o düyününü aç ki, insanlar mənim anlaya bilsinlər. Vəc'alli vaziran min əhli. Mənim ailəmdən də mənə bir vəzir, köməkçi ver. Harun əxi.
Yəni Musa peyğəmbər Allahdan deyir ki, qardaşım Harunu da ailəmdən mənə köməkçi ver. Uşdud bihi əzri. Onun ilə, yəni Harun peyğəmbər ilə məni gücləndir. Və əşrikhu fi əmri. Və Harunu mənim işimdə ortaq et. Yəni ona da peyğəmbərlik verdir. Baxın, burada hikmətləri çoxdur. Ayətə diqqət edin. Allah Azze ve Celle'ye Musa peyğəmbər öz qardaşının peyğəmbər olmasını istəyir. Bəs nəyə görə bunu istəyir? Bunun səbəbi bu ayətin ardında Allah buyurur ki, Musa peyğəmbər dedi ki, "Key nusabbihaka kesiran və nazkuruka kesiran." Bunu et ki, Rəbbimiz sənə çoxlu təsbih gətirəlim və sənə çoxlu zikr edəlim. Subhanallah. Baxın, demək ki, Harun Aleyhisselamın da peyğəmbər olmasını istəməsi Allah'a beraber çoxlu təsbih və zikr etməsi üçündür. Və həmçinin bundan sonra Allah Azze ve Celle Musa peyğəmbərin duasını qəbul edir, istədiklərini verir və sonra iki böyük peyğəmbərə əmr edir. Buyurur ki, Allah, İzhəb əntə və axuka bi əyəti və lə təniyyə bi zikri. Ey Musa, sən və qardaşın bizim ayələrimizlə get Fironun yanına və lə təniyyə bi zikri, məni zikr etməkdə zəiflik göstərməyin deyir. Subhanallah. Baxın, biz bilirik ki, peyğəmbərlər sıravi insanlardan əlbəttə ki, qat-qat çox Allah'a zikr edirlər. Lakin Allah Azze ve Celle o böyük iki peyğəmbərə deyir ki, gedin və mənə zikr etməkdə tənbəllik göstərməyin, zəiflik göstərməyin deyir. Subhanallah. Baxın, dəyərli qardaşlar, insanlar cənnət əhli cənnətdə olduğu zaman bilirik ki, orada heç bir ibadət yoxdur. Sadəcə zikirdən başqa. Dedir ki, biz bu dünyada nəfəs alıb veririk və heç bir çətinlik olmur bizim üçün bu əsnada. Hətta insan yatanda belə özü hiss etmədən nəfəs alıb verir. O şəkildə də Allah'ın izni ilə cənnət əhli nəfəs alıb vermiş kimi nəfəsləri Allah'ı təsbih və zikr olacaqdır. Subhanallah. Onun üçün ki, dəyərli qardaşlar, Allah'ı çox zikr edelim. Və bilin ki, Allah'ı çox zikr etmək bu dünyada və ahirətdə böyük faydaları vardır. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim Subhanallah və bihamdih deyərsə, cənnətdə onun üçün xurma ağacı əkilər. Bu xurma ağacının kölgəsində bir atlı durmadan geçsə bitməz, dəyərli qardaşlar. Və həmçinin dedi ki, Allah'a zikr etmək həqiqətən də böyük və şərəfli bir ibadətdir və bu şeydə qardaşlar tənbəllik göstərməyəlim. Çünki zikirdə heç bir şərt yoxdur, heç bir vaxt şərti yoxdur, dəstəmaz şərti yoxdur, cünub olmaq şərti yoxdur. Yəni insan hər anında Allah'ı təsbih və təqdis edə bilər və bu da ibadətlərin ən böyükdür. Dəyərli qardaşlar, dedik ki, zikr etmək ibadətlərin ən əzəmətlisidir və ən üstünüdür. Və zikr edən insan həm bu dünyada, həm də ahirətdə o zikirlərinin faydasını alacaqdır inşallah. Həmçinin Allah'ı çox zikr etmək o insanın duasının müstəcəb olacağını göstərir. Baxın, Əhməd ibn Həmbəl rəvat edir ki, onun bu hadisə baş vermişdir onun haqqında. Deyir ki, bir gün bir şəhərə səfərə çıxdım. Səfərə çıxdığım zaman bir məsciddə gecəni keçirmək istədim. Lakin məsciddə təmizlik işləri olduğu üçün məni orada qalmağa qoymadılar. Və məni zorla məsciddən dartıb çıxartdılar. Və məsciddən çıxdığım zaman orada bir çörək bişirən insan gördüm ki, mənə təklif elədi ki, gəl gecəni mənim yanımda qal dedi. Əhməd ibn Həmbəl dedi ki, mən də getdim o adam yanına, gördüm ki, bir tərəfdə çörək bişirir və etdiyi hər bir hərəkətdə Allah'ı təsbih edir. Subhanallah, elhamdülillah, və la ilahe illallah, Allahu akbar deyə zikirlər edir. Hətta özüm dedim ki, bu adam bundan başqa zikir bilmirmi deyə təəccüb etdim. Və Əhməd ibn Həmbəl deyir ki, o adama sual verdim ki, bu etdiyin zikirlərin bərəkətini gördünmü, faydasını gördünmü? Həmən adam dedi ki, vallahi indiyənə qədər nə dua etmişəmsə Allah Azze ve Celle bütün dualarımı qəbul edibdir, bir dənə duamdan başqa. Əhməd ibn Həmbəl təəccüb edir, deyir ki, bu hansı duadır sənin qəbul olmayan duan? Deyir ki, dua etdim ki, zamanımızda böyük alim vardır, Əhməd ibn Həmbəl, hər kəs adını eşidib, lakin onu mən görmək istədim. Allah mənim bu duamı qəbul etmədi. Əhməd ibn Həmbəl çox təəccüb edir, deyir ki, Subhanallah, sənə müjdalar olsun, sənin bu duan da qəbul oldu. Sırf sənin dua qəbul olsun deyənə məni məsciddən qovurlar. Subhanallah.
Bu da onu gösterir ki, kim Allah'ı çok təsbih ederse bilsin ki onun duası kardeşler müstecab olar. Ve onu da diyelim ki, İbn-i Qayyim rahimehullah insanın kalbini örnek vererek, misal vererek deyir ki, insanın, müminin kalbi o evlere benziyor. O ev ki, bir ev düşünün ki, onun içerisinde xəzinələr vardır. O evin kapısında da koruyucu vardır, gözetçi vardır, muhafizler vardır. İkinci bir ev düşünün ki, o evde xəzinə vardır, lakin kapısı açıqdır, heç bir muhafizler yoktur. Üçüncü ev düşünün ki, kapısı açıqdır, içerisinde ne bir xəzinə vardır, ne bir koruyucu vardır. Ve deyir ki, birinci ev o mümin insana benzeyir ki, onun kalbi imanla dolu olduğu halde bu xəzinədir. Lakin Allah'ı çok təsbih ettiği üçündür, o təsbihler, zikirler o evi koruyur, o kalbi koruyar. İkinci ev ki, kalbi imanla doludur, lakin təsbih ve zikirleri etmez ise, Allah korusun ona şeytan yaxınlaşa bilər. Çünkü onu koruyacak bir şey yoktur. Üçüncü ev ise ne iman var ne de zikirler vardır ki, böyle bir misal olmuştur. Ve onu da diyelim ki, Allah Azze ve Celle bize şeytanın bir kavme, bir cemaata hakim olduktan sonra ilk edeceği iş hakkında bize haber verir. Allah buyurur ki, İstahvaza aleyhimu şeytan ve ensahum zikrallah. Şeytan onlara hakim olduktan sonra Allah'ı unutturdu. Allah'ı zikretmeyi onlara unutturdu. Subhanallah. Bakın, şeytan bir insana, bir kavme hakim olduğu zaman en birinci edeceği şey Allah'ı zikretmeyi onlara unutar. Allah buyurur ki, İstahvaza aleyhimu şeytan fensahum zikrallah. Şeytan onlara hakim oldu ve Allah'ı zikrettirmeyi onlara unutturdu. Ulaike hizbu şeytan, bilin ki onlar şeytanın ordularıdır. Ela inne hizbe şeytan humul fasirun, bilin ki şeytanın taraftarları hüsrana uğrayanlardır. Ve hepsinin başka ayet-i kerimede Allah Azze ve Celle buyurur ki, وَلَا تَكُونُ كَالَّذ۪ينَ نَسُوا اللّٰهَ فَاَنْسَهُمْ أَنْفُسَهُمْ. Siz o kimseler kim olmayın, o kimseler ki onlar Allah'ı unuttular. Allah da bunun cezası olarak onları özlerini unutturdu. Subhanallah. Ve onu diyelim değerli kardeşler, son zamanlar görürüz cemiyetimizde insanlar dua ederken, zikrederken Allah'la yanaşı başka insanların dallarını çekirler. Bu qətiyyən olmaz değerli kardeşler. Biz Müslümanlar sadece ve sadece Allah'ı tesbih edir ve sadece Allah'ı zikredir.